Müəssisənin həyətində kölgəliklər və açıq futbol meydançası tikilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylıq xüsusi internat məktəbi də yenidən qurmadan sonra lazımi standartlar səviyyəsində qurulub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müəssisənin açılış mərasimində iştirak etdi. Məlumat verildi ki, internat məktəbi 1962-ci ildən fəaliyyətə başlayıb. 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən burada yeni tədris binası tikilib. Məktəbdə təhsil alan şagirdlər eşitmə və nitq qüsuru olanlardır. Müəssisədə təhsil 2 şöbəlidir. Birinci şöbədə eşitmə qüsurları yüngül formada olan şagirdlər, ikinci şöbədə isə eşitmə qüsurları ağır formada olan şagirdlər təhsil alırlar. Birinci bölmə 10 illik, ikinci bölmə isə 11 illik təhsillidir. Azərbaycanın birinci xanımı diqqətinə çatdırıldı ki, 220 yerlik müəssisə xüsusi olduğu üçün bütün fənlərdən əlavə tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş, həmçinin mimika və daktiloloji iş individual və fərdi aparılır. Müasir dizayna malik bütün tələblərə cavab verən formada inşa edilən məktəb bütün lazımi olan inventarlarla təmin olunub. Bundan əlavə biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, idman zalı, trenajör zalı, ritmika otağı tikilib və hər cür ləvazimatlarla tam təchiz edilib. Şagirdlərin asudə vaxtları üçün açıq idman meydançası inşa olunub. Bundan əlavə şagirdlərin peşə yönümlü təlimi üçün emalatxanalar tikilib. Burada tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik bölümləri fəaliyyət göstərir. Bu bölümlərdə bütün vasitələrlə təmin edilib. Emalatxana ilə tanışlıq zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya şagirdlərin əl işi olan Azərbaycanın birinci xanımının portreti hədiyyə olundu.